Valideynlər və şagirdlər, bu gün sizləri kanalımda xoş gördüm. Bu gün sizə məktəbə hazırlaşırıq kitabının birinci hissəsində, birinci bölməsində A hərfini keçəcəyik. Gəlin A hərfi ilə tanış olaq. A hərfi və səsi ilə tanış ol. A. Burada deməli, bizə deyir ki, hər şəkildə nə təsvir olduğunu söylə. Deməli, birinci şəkildə gördüyünüz kimi armud təsvir olunub, ikinci şəkildə ağac, üçüncü şəkildə ayaq, dördüncü şəkildə ay, beşinci şəkildə arı, altıncı şəkildə isə ayı təsvir olunub. Və hansı səslə başlanır? A. A hərfini gəlin rəhləyək. Mən burada zəhra rənglə rəhləyəcəyim. Bir dəqiqə yaxınlaşdırım. Daha da asan olsun. Amma siz istədiyiniz rəngdə rəhləyə bilərsiniz. Mən indi telefonla eləyirəm deyə biraz çətin gəlir. Amma siz çalışın ki, səliqəli rəhləyəsiniz. Ümumiyyətlə, hər bir şeydə səliqəli olmaq çox önəmlidir. Deməli, rəhlədik. Biraz pint olsa da. Keçək. İndi deyir ki, A hərfini xətt üzrə çək. Gəl. Deməli, A hərfimiz hazırdır. İndi hər şəkildə nə təsvir olunduğunu bir-bir söyləyəcək. Deməli, burada arı təsvir olunub, nərdivan, ay, nar, armud və ayı. İndi A hərfi ilə başlayanları gəlin birləşdirək. Arı, ay, armud və ayı. Deməli, bunlar A hərfi ilə başladı. Keçək 11-ci səhifəyə. Deyir ki, sözlərdəki A hərfini tap və yerləşdiyi xananın nümunəyə uyğun rənglə. Deməli, bu arı sözündə gəlin əvvəlcə oxuyaq. Arı, arı. Burada A sözü birinci işlədilib. Ayı, ayı. Burada A sözü birinci işlədilib. B, alı. Burada isə A sözü ikinci işlədilib. Deməli, indi nümunəyə uyğun rəhləyəcək. Məndə indi narıncı rəng var. Narıncı rəng olmadığı üçün bu biraz uyğun gəlir deyə bu rəngdə rəhləyəcək. Deməli, İkinci yaxınlaşdırım. Anı. Sadəcə sarı rəngdə rəngləyəcək. Burada hərflər görsənməyəcək. Amma siz rəngləndə görsənəcək. Deməli, rənglədik. İndi keçək aşağıya. Deyək ki, hərfləri xətt üzrə çək. Bu üzrün xətti gəl sizə göstərim ilk üçün. Bunu incəliyim. Belə elədik, sonra belə. Mən telefondan eləyirəm deyə biraz çətindir. Biraz yaxınlaşdırım. Deməli. Belə daha asan olur. Bir üçün sizə nümunə olaraq göstərdim. İndi keçək 5 bucaqlı suala. Deyir ki, şəkillərdə nə təsvir olunduğunu söylə. Burada deməli ayı təsvir olunub və sapa düzülmüş muncuqlar həmin sözlərin səslərini əvəz edir. Sarı muncuqlar hansı səsə əvəz edir? Bura məsələn yazacaq ayı. A. Deməli, bura ayı sözünü yazaq. Gəlin, bir dəqiqə rəngi pəmbə seçək.
Y, E. Sonra keçək o birisi sözümüzə arı. Deməli gəlin A, R, E. Deməli yazdıq. Keçək bura. Burada siz A hərfini əl yazma ilə yazacaqsınız. Tak ki. Baxın. A. Mən sizə böyle şəkildə göstərelim. Çünki bura sığmayacaq. Ya da belə. Yeri göstərim, onda çıxar. Gəlin sizə göstərək. Baxın belə. Belə göstərəsiniz. Sonra belə davam edəcəksiniz. A. Düz sətir dolanan kimi. İndi keçək bura. Bu tapşırıq. Deyir ki, A hərfi ilə tanış ol. Biz bayaq sizlə A hərfi ilə tanış olduq. Deməli, sonra ikinci burada deyir ki, A hərfi ilə tanış ol. Gəlin burada rəhləyək. Tam rəhlənilməyib. Deməli, sarı. Deməli, burada sarı gələcək. Bir dəqiqə. Deməli, gəlin rəhləyək. Rəhlədim. Sonra bu hissələri rəhləyəcəksiniz. Qara, sarı, qara, sarı. Belə rəhləyə davam edəcəksiniz. Axırda aralara uyğun alınan A hərfi alınacaq. Keçdik qaraya. Qarayı da rəhləyik. Mən rəhləməyə çalışdım. Siz yenə dediyim kimi çalışın. Çox sərgəli rəhləyin. Çünki sərgəli həmişə lazım. İndi deyir ki, A və balaca A kiçik A hərflərinin yerləşdiyi xanaların nümunəyə uyğun rənglər. Gəlin. Deməli, səhra rəng seçək. Səhra və yaşıl olacaqlar. Böyük A'ları səhra rəngdə. Kiçik A'ları isə yaşıl rəngdə rəhləyirik. Mən adını rəhlədim, tez olsun. Hərfləri xətt üzrə çək. Gəl. Elə yaşıl rəng eləyək. Mən sizə ikisi nümunə olaraq göstərəcəyim. Gəlin. Deməli, gəlin xətt üzrə gedək. Bunda biraz təhlükəsiz alınır. Biraz yaxınlaşdırım. Deməli, çəkdik kiçik A'mızı. Sonra isə keçdik böyük A və kiçik A'ya. Gəlin, indi elək. Kiçik A'nı sizə göstərdiyim üçün təkcə böyük A'nı göstərəcəyəm. Gəlin. Belə xətt üzrə gedirsiniz. Deməli, sağ olun, yeni videolarda görüşənədək.